Ali müəllim, Ali Hacı bizlə bərabərdir. Ali müəllimlə düşüncələrini alaq, fikirlərini alaq. Buyur müəllim. Bugün ayın 30'undan başlayan İran tarixində mitinglərə qoşulmayan bizim Güneyli soydaşlarımıza üzümü tutub demək istəyirəm ki, sabah bizim talihimizdə həlledici rol oynayan miting olmalıdır. Və bu miting təkcə Güney Azərbaycan, Zəncan ərazisinə qədər deyil, bütün Türkistan torpaqlarını bölməlidir. Bir tərəfi Xorasandan başlamış Qaşqaylara qədər sabahki bizim mitingimizə dəstək verilməlidir. Əsasımız bizə qarşımıza qoyulan bizim liderimiz yoxdur deyənlərə burada müraciət edib 45 milyonluq xalqıma müraciət etmək istəyirəm ki, bizim liderimiz var. Xalq tərəfindən seçilmiş legitim prezidentimiz var, Məsud Pereşkiyan. Rıza Şahın təəssübünü çəkənlər, onu geridən hakimiyyətə qaytarmaq istəyənlər və bu gün legitim prezidentimiz olan Məsud Pereşkiyanı seçsələr, molla rejimin devirsələr, İran dağılmaz və İraqın gününə düşməz. Biz İranın dağılmasına heç vəziyyət yol verməməliyik. Bu sonraki proseslərin talihini də oynayan və orada yaşayan xalqların talihinə də həlledici rol oynayan Türk xalqı olacaq. Biz Türk xalqı olaraq meydanlara atılmalıyıq. Əgər Güney Azərbaycanlı, Xorasanlı, Qaşqaylı kimi meydanlara gəlsək, biz heç vaxt birləşə bilməyəcəyik. Və bu bizim sabahki inqilabımız, sabahki mitinglərimiz bütöv Azərbaycan şəklində Türk dünyasını, İranda yaşayan soydaşlarımızı birləşdirməlidir. Bunun nəyə baş verir? 9 milyon Tehranda yaşayan türklərimiz, Güney Azərbaycanda yaşayan 8 milyonumuz türklərimizlə birləşərək vahid Türk adında, Türkmen ili, Qaşqaylar, Xələc türkləri, şahsevənlər, bütün bunların hamısı Türk adında birləşib, 45 milyon adında legitim prezidentin ətrafında birləşib, molla rejimin devirməlidirlər. Bu daha gözəl usuldur. Bu daha legitim hakimiyyətə yiyələnməkdir. Bu legitim hakimiyyətin başında dayanan Türk əsilli bizim Təbrizdir, bizim bugün liderimizdir. Kənardan lider axtarılmır. Heç bir dövlət ora lider verərək Türklərin başında dayanıb, Türklərin arxasında dayanmaq üçün öhdəlik götürməyib, xalq özü o öhdəliyi götürüb prezidenti seçibdir. Xahiş edirik ki, sabahki mitingimiz daha gözəl mədəni alınsın, geniş miqyaslı alınsın. Təkcə Təbrizdə, Ərdəbildə, Zəncanda, Kərəcdə deyil, bütün Qəzvində deyil, bütün Türk yaşayan torpaqları əhatə etməlidir ki, şuarımız bir olmalıdır. Legitim prezidentə səlahiyyətlər verilsin, molla rejimi konstitusyon dəyişikliklərə gelsin, hakimiyyəti legitim prezidentə təhvil versin. Bizim kənardan Amerikanın, Fransanın, Avropa dövlətlərinin oyunlarını oynama halımız qalmayıb. 3 dəfə inqilab edən bir əsrdə dövlət tam əzilib, məhv olub, bu gün də dilinə sahib olub okullar aça bilmir. Yenidən üzümü tuturam Güney Azərbaycanlı soydaşlarımıza. Güney Azərbaycan deyəndə bu Azərbaycan da sizindir. Təbriz bizimdir. Bakı sizin olduğu kimi. Amma bizim mücadiləmiz Türkistan torpaqlarına sahib olmaq. 23-cü ilə qədər Əhməd Şahın devrilməsinə qədər olan torpaqlarda Türk hakimiyyətini bərpa etməkdir. Və onun bərpasında da bugün bizim legitim prezidentimiz Məsud Pereşkiyan dayanır. Hamıza uğurlar arzulayıram, hamısı meydanlara səsləyirəm. Yaşasın Türk. Çox təşəkkür edirik, sağ olun, minnətlər olun, gələ görüşlərlə. Sağ olun. Təşəkkürlər.